Toxuculuq səhifəmə necə 10 gündə 300 izləyici qazandırdım. Bir gün qızıma hobi üçün bir belə şey ördüm. Sonra fikirləşdim ki, bunu niyə satmıram? Yəni başlamaq üçün böyük bir sərmayəyə də ehtiyacım yoxdur. Yəni bu məhsulu satmaq üçün nəyə ehtiyacım var? İşə, reklam. Reklam üçün də ya Instagrama pul ödəməliyəm, ya blogerlərə pul ödəməliyəm. Yəni pul ödəməliyəm. Ona görə qərara gəldim ki, kardiqanları mən toxuyuram, reklamı qızım eləyir. Birinci qızıma hesab açdım. Onun hesabını böyütməyə çalışdım. Hesab da böyüdü, həqiqətən. Yəni gözləmirdim. Bu ərəfədə də mən biraz edit işini, insanlar nəyə baxır, videonun aralarını kəsməliyəm, bu kimi şeyləri biraz öyrəndim. Davamlı da araşdırdığım üçün necə eləyə bilərəm, hesabı necə böyüdə bilərəm. Hər bir baxımdan 2026-da gəldiyim nəticə o oldu ki, demirəm tək yol budur. Amma işləyən yollardan birisi budur ki, sən markanı bir üzlə, bir insanla bağlaşdırmalısan. Bu şəkildə olanda insanlar sənə, markana daha çox güvənirlər və daha çox alış eləyirlər. Nəticə olaraq buradayıq. Və siz baxın da hansı daha çox güvən verir? Bu, yoxsa bu? Və onu da demək istəyirəm ki, bu videolar çəkənə qədər səhifəmin 100 izləyicisi var idi maksimum. İndi 400. 10 gündə. Şeyləri həqiqətən bacarana qədər insan cringe olur. Yəni eləyəcək bir şey yoxdur. Bir müddət cringe olmanı gözə almırsansa, bir şeyləri ortaya qoymanın çox çətin məsələdir. Səhifəni izləməklə siz də bu yolun hara getdiyini məndən bərabər öyrənə bilərsiniz.